Bəzən ağlıma nə gəlir? Məsələn, elə bir suallar gəlir ki, fikirləşirəm ki, görəsən, indi həmin situasiyada olsam, onun cavabını necə verərəm də? Məsələn, keçən gün bir şey ağlıma gəldi. Məsələn, etdiyin nədən peşman olmuşsan, indi olsa heç vaxt o hərəkət eləməzsən ya da etməməyi seçərsən. Və də sən fikirləşənə qədər mən cavab verim bilmirəm. Sən ver. Məsələn, Yobedə yaşayanda gedirdik yardım paylamağa da. Nə bilim, Ramazan paketləri paylayırdıq, sonra... İstəyirsən ver. Yox, istəmirəm. Ramazan paketləri paylayırdıq, qurban paketləri paylayırdıq. Və o yardımları paylayanda da o kasıb əhalinin şəkillərini çəkirdik, videoları çəkirdik də o yardımları payladığımız zaman. Heç biri heç nə demirdi də. Bir dəfə birində hiss elədim, bir dənə cavan xanım idi, qadın idi deyim də. Yəni istəmədi şəkil çəkdirsin, amma yerli işçilərdə şey deyirdi, yəni paketi verəndə onun şəklini çəkmək istədi də. Belə... Sanki minnət altında qalaraq çəkdirir mənasını. Minnət altında deyil də, bilirsən neynədir? Belə könülsüz şəkildə və yəni sanki imkanı olsa o paketi götürməz və o şəkildə çəkdirməz də. Durdu, şəkil çəkdirdi və aldı ərzaq kisəsini, girdi. Böyük ərzaq kisələri idi də. O an məsələn fikirləşdim ki, bunu etməsək necə olardı, amma artıq o elə qurulub da, foundationu sən o şəkilləri verirsən, görürlər ki, yəni sən hansı işləri görmüsən də, yəni xeyriyyə işlərini görmüsən. Amma o qədər orada bir empatiya qurduğum zaman mənə o qədər pis təsirləmişdi. Sonra İngiltərəyə gəldik və baxırsan ki, burada sən təsadüfən belə birinin şəklini çəkib paylaşa bilməzsən də, onun hüququnu yəni istismar eləmiş olursan da və fikirləşirsən ki, o da insandır, bu da insandır da. Heç bir məsələn yaşadığı qitəni, yaşadığı ölkəni seçməyibdi. Heç bir məsələn o şərtləri belə deyim də özü istəyərək məsələn seçməyib də, nə İngiltərədə yaşayan, nə Afrikada yaşayan. Amma orada yaşadığı üçün və möhtac olduğu üçün əslində haqqı, yəni belə deyim də, bir də bu tərəfdən istismar olunur. Məsələn, indi düşünürəm ki, dönsəm əgər Afrikaya getsəm, əsla çəkmək istəmərəm. Yəni, hətta indi qurban videoları filan şəkilləri istəyirlər. Məsələn, dostlar da belə deyim ki, görəsən mənim qurbanım yəni necə bir yerdə paylandı, ya da ki, görəsən, hə, anlayıram, bir tərəfdən bu motivasiyadır, yəni görürlər, təşviq olurlar, o ehtiyacı görürlər. Amma bəzən də düşünürəm ki, yəni empatiya qursalar da, məsələn, özləri onun yerindədir, Gülnara onun yerindədir. O qədər nəfsinə insan ağır gəlir ki, o qədər insanı incidir də o his ki, yəni deyirik ki, sağ əlin verdiyini sol əl bilməsin də, tamam, şəkilləri çəkirik, videoları çəkirik, çünki istəyirik ki, yəni bir başqası da bunu görsün və onu təşviq eləsin. Amma bu qədərmi, məsələn, bu geniş, yəni, olmalıdır. Məsələn, bu mənim həqiqətən, dünən deyə sırağa günü düşünürdüm də, ən çox peşman olduğum davranışlarımdan biridir ki, indi o qitəyə qayıtsam, əsla onların şəklini çəkmərəm. Və ya icazə alaram çəkmək üçün. Yox, icazə də almaram, çünki onlar onsuz da icazə verəcəklər. Amma yəni aslında könülsüz olduğunu görüb, görsən çəkməsən. Amma heç kim şey eləməz də, yəni heç kim istəməz ki, möhtac olduğu görülsün. Yəni o möhtaclığı heç kim kəndisi özü seçmir də, belə deyim. Yəni, mən çantam yuxarıda deyiləm. Neysə, duyğulandım yenə. Neysə, keçəcək indi. Sən var, bəs məsələn, heç düşünə bildin, yoxsa mənə qulaq astın? Nə etsəm elə daha... Yəni, hə, məsələn, hansı davranışı indi dönsən etməzdin? Ya, bu şəxsinə görə demirəm, yəni, təbii ki, bu çoxdur da, yəni bir deyil, amma məsələn, mən bunu niyə danışmaq istədim? Ya, bu bir çoxları üçün, yəni, mənim bu peşmançılığım örnək ola bilər də, yəni, elə bir var səndə elə bir davranışın ki, indi dönsən keçmiş eləməzsən. Yəni, mənim, belə deyim, şəxsi olaraq var, tutaq ki, universiteti, magistraturunu xaricdə oxumaq istəyərdim. İngilis dilini daha gənc yaşda öyrənmək istəyərdim. Yəni, bunun vacib olduğunu indi görürəm. Və yaxud ixtisas seçərkən, kəşki indi hal-hazırda necə ki, ixtisas seçimi ilə bağlı deyək ki, əlimdə bir məhsul var. Kəşki bunu daha öncədən bilsəydim. Yəni, ixtisas seçmədən öncə bilmiş olsaydım. Yəni, daha fərqli, gələcəyə yönəlik ixtisas seçərdim, deyə düşünürəm. Yəni, bu şeylər çox da olmaqla. Amma, yəni, çox ciddi bir mənim həyatımı dəyişdirib bilmirəm.
Yəni mən o seçimləri etmiş olsaydım, necə olacaq bilmirəm, mənim xeyrimə mi olacaqdı, olmayacaqdı, onu deyə bilmərəm. Amma yəni elə bir şey, yəni indiki ağlım təbii ki, o vaxtlarda olsaydı, yəni bu dediyim şeyləri daha fərqli etmiş olardım. Amma bu da artıq yəni elə olmur da, yəni elə olmur. Yəni insan bildikdən sonra bir şey olmur. Nəysə olur, ondan sonra bilirsən çox vaxtı. Təəssüflər Yəni o da olsun. fərasətlə bağlı bir şeydir, ətraf mühitlə bağlı bir şeydir. Yəni onu eləmək çox da asan deyil. Amma sən dediyin olsa o çoxumuz üçün aktualdır. Yəni hətta Bəli. əksəriyyətimiz üçün məsələn o qədər ikinci ixtisas seçənlər hətta ilk ixtisasından peşman olub amma seçə bilməyib, hətta orada məcburiyyətlə davam edənlər, ya da heç özünü tapa bilməyən o qədər insan var ki, yəni. Elədir, mən burada hal-hazırda görürəm deyək ki, nə qədər insan var. İkinci ixtisası çoxusu kompüter üzərinə eləyir, IT üzərinə eləyir. Daha öncədən heç olmuyor. Deyək ki, riyaziyyat müəllimi, fizika müəllimi bu dəqiqə IT sektorunda işləyir. Niyə? Çünki Prestijində, həm prestijində həm iş var, iş tapa bilir. maddi gəlirini oradan qazana bilir. Bəli. Yəni. Ki, getdikcə də yəni bu minvalda ixtisaslar daha da çoxalır. Amma məsələn, mən də tanıdığım bir neçə xanım var, xüsusilə də eyni mərkəzdə işləyirdi. Onlar da IT sektorunda, yəni təkmilləşmə kursu keçiblər, amma xarakterlərinə uyğun deyil deyə davam elətdirə bilməyiblər. Ya burada da yenə xarakter məsələsi önə çıxır. Fitri olmaq lazımdır məsələdə. Fitrətə uyğun hərəkət etmək lazımdır. Fitrətə deyərkən? Yəni, fitrət deyərkən misal verirəm, tutaq ki, pişiyin miyoldaması var, elə deyilmi? İt hürər, Öyrətmək lazım. at kişniyər, elə deyilmi? Yəni, atın kişnəməyi onun fitrətidir, at hürməz. İtin hürməyi onun fitrətidir. Yəni, bizim də fitrətimizə uyğun, yatxınlıq, bizim xarakterimizə yatxın olan. The next stop will be Longbuckby. Thank you. Belə də yəni. The next stop will be Bu da bir Longbuckby. işarədir. O da saxlayaq. Hadi baxaq görək. Thank you so much. Çəkib yoxsa yox, səsimiz düşüb yoxsa yox. Çünki çox yavaş danışırıq deyib, heç kimə mane olmur. Hə, səs ona görə bayaq yavaş çıxırdı. Biz yavaş danışırdıq ona görə. Hə, Ürəyim də yavaş danışır. Valla ətrafa baxıram, fikir verirsən, yamyaşıl, ağaclar, Düzdür. otlar. Nəfsinə, ruhuna oxşayır elə. Özünüzə yaxşı baxın dostlar. Ümid edirəm ki, sizlərin də məsələn bir peşmançılığı, yəni fərqində olduğunuz bir peşmançılığınız vardır. Pis bir şey deyil, çünki düzəltmək üçün bəlkə fürsətimiz var. Görüşərik.